Bismillahirrahmanirrahim. Salam əziz Qiyam televiziya izləyiciləri. Bizim bugünkü mövzumuz uşaqda əl və ayağın burxulması. Burxulmuş yer adətən şişir və uşaq həmin naihəni tərpədə bilmir. Əgər uşağın ayağı burxulubsa, yavaşca ayaqqabı və çorabını çıxardın. Ayağını elə yerə qoyun ki, onun üçün rahat olsun və ağrını az hiss etsin. Parçanı isladıb burxulmuş yerə qoya bilərsiniz. Əgər evdə müalicə mümkün deyilsə, həkimə müraciət edin. Uşağın əl və ayağında sınıq və çıxıqlar. Südəmər körpələrin və az yaşlı uşaqların bədən üzvlərində sınıq az hallarda olur. Onların sümükləri möhkəm deyil və zədələnsə də tez bitişir. Sınıq yaxud çıxığın əlamətləri bunlardan ibarətdir. Birinci, zədə almış yerin möhkəm ağrıması. İkincisi, zədə almış yerin möhkəm şişməsi. Üçüncüsü, sınıq açıq olduqda qanaxma. Dördüncü, uşağın həmin yeri tərpədə bilməməsi. Beşincisi isə zədə almış yerin zahiri şəklinin dəyişməsi. Məsələn, həmin yerin əyilmiş və ya qısalmış olması. Sınıq olarsa, ilk növbədə valideyn öz sakitliyini qorumalıdır. Uşağın ayağı sınıbsa, burxulma barəsində dediklərimizdən əlavə sınan üzvü yumşaq balış üzərində qoyun. Çalışın ki, uşağı yerindən tərpətməyəsiniz və sonra həkim çağırın.